Paşatəpə qədim yaşayış məskənində arxeoloji qazıntılar artıq 5 ilə yaxındır davam etdirilir. Tədqiqatlar zamanı ərazi təxminən 5 metr dərinliyədək enilib və müxtəlif mədəni təbəqələr öyrənilib. Qazıntılar nəticəsində qədim insanların gündəlik yaşayışını əks etdirən çoxsaylı maddi mədəniyyət nümunələri aşkar olunub. Tapıntılar arasında daş əmək alətləri, məişətdə istifadə edilən əşyalar və ov alətləri üstünlük təşkil edir. Biz hər il olduğu kimi mütəmadi olaraq 2022-ci ildən başlayaraq Cəlilabad rayonunun Cəfərxanlı kəndi ərazisində yerləşən Paşatəpə abidəsində qazıntılar aparırıq. Bu il də bizim qazıntılarımız iyun ayının 16-sından etibarən başlamışdır. Bir aya yaxındır apardığımız qazıntılar nəticəsində çox mükəmməl materiallara rast gəlmişik. Biz abidənin qazıntısından artıq 5 metrdən də biraz çox dərinliyə düşmüşük və bu zaman görmüşük ki, artıq təbəqə davam edir. Yəni abidədə yaşayış uzun illər, uzun müddət davam eləyibdir. Bu mövsümün ən maraqlı tapıntılarından biri əkinçilikdə istifadə edildiyi ehtimal olunan maral boynuzudur. Əvvəlki illərdə yalnız kiçik hissələr aşkarlanan artefakt bu dəfə tam vəziyyətdə üzə çıxarılıb. Diqqət çəkən digər tapıntı isə çəkisi təxminən 2 kiloqrama çatan daş kürədir. Mütəxəssislər bildirirlər ki, bu artefaktın Cənubi Qafqazda indiyədək analoqu qeydə alınmayıb. Son arxeoloji araşdırmalar zamanı Paşatəpədə əvvəlki illərlə müqayisədə daha təkmil quruluşa malik duluz sobaları aşkar edilib. Alimlər hesab edirlər ki, bu tikililər qədim neolit dövrünə aid yaşayış məskənində alicə duluzçuluq mərhələsinin mövcud olduğunu təsdiqləyən mühüm sübutlardandır. Qeyd edək ki, Paşatəpədə aşkarlanan nadir daş kürə beynəlxalq elmi ictimaiyyətin də diqqətini cəlb edib. Tapıntı ilə bağlı Böyük Britaniyanın nüfuzlu Heritage Daily nəşrində xüsusi məqalə dərc olunub. Tədqiqatların nəticələri yaşayış məskənində keramikalı neolit dövrünün 3 inkişaf mərhələsinin aydın şəkildə izlənildiyini göstərir. Arxeoloqların fikrincə aşkar olunan bütün artefaktlar laborator şəraitdə tədqiq ediləcək və qədim insanların yaşayış tərzi, təsərrüfatı, sənətkarlıq ənənələri barədə yeni elmi məlumatların əldə olunmasına imkan verəcək. İlqar Mustafayev, Yusif Əliyev bu gün informasiya proqramı üçün.